Bəli, Azərbaycanla Ermənistan arasında danışıqları, bu danışıqlar çərçivəsində delimitasiya prosesinin aparılmasını, xalqlar arasında etimad mühitinin formalaşmasını, həmçinin də digər vaxtlarda yanacağın göndərilməsi və bu imkanlardan istifadə hər iki ölkənin sülhün bir addımlığında olduğunu təsdiqləyir. Bu barədə danışacağıq. Orta gündə birbaşa bağlantıda siyasi şərhçi Müşfiq Abdulladır. Salam Müşfiq müəllim, xoş gördük sizi. Salam Sünəli xanım. Müşfiq müəllim, ümumiyyətlə dövlət sərhədinin delimitasiyası prosesində razılaşdırılan yeni qaydalar gələcəkdə yarana biləcək fikir ayrılıqlarının qarşısını almaqda nə dərəcədə effektiv ola biləcək? Çünki siz bilirsiniz ki, hazırda Şahin Mustafayev Ermənistanda səfərdədir və delimitasiya ilə bağlı müzakirələr aparılıb. Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri və onların rəhbərlik etdiyi nümayəndə heyəti arasında əldə olan son razılaşmalar, yəni dünən imzalanmış razılaşmalar 2024-cü ilin oktyabr ayında hər iki ölkənin dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasına müəyyən etməsinə və birgə fəaliyyət haqqında əsasnamənin qəbulundan sonra və ratifikasiya edilməsindən sonra ən yüksək səviyyədə qəbul edilmiş belə deyək, sərhədlərin delimitasiyası istiqamətində əsas sənəddir, hüquqi sənəddir. Hətta ilk Paşinyan bu yaxınlarda etdiyi çıxışında həmin əsasnaməni sülhün iki ölkə arasında sülhün təsis edilməsi istiqamətində hüquqi baza və əsas addımlardan biri kimi qiymətləndirilmişdir. Bu baxımdan da hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında, yəni baş nazirin müavinləri səviyyəsində və nümayəndə heyətinin görüşlərində əldə olunan razılaşmalar iki ölkə arasında sülhün əldə olunması üçün ciddi irəliləyiş yaradır. Ümumiyyətlə isə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası artıq iki ölkə arasında ticarətin bərpası və kommunikasiyaların açılması ilə birlikdə üzvü vəhdət təşkil edir. Yəni artıq proses elə həddə çatır ki, bunları bir-birindən ayırmaq mümkün deyil. Mən sizin nəzərinizə bəzi istəyirəm statistik faktları çatdırım. Ermənistan Dövlət Gəlirləri Komitəsinin və İqtisadiyyat Nazirliyinin bu yaxınlarda elan etdiyi, açıqladığı rəqəmlərə görə 2025-ci il noyabrın 6-sından 2026-cı il aprelin 15-nə qədər olan dövrdə Azərbaycan ərazisi vasitəsilə, yəni Gürcüstandan da keçməklə Ermənistana deməli 26.256 ton məhsul ixrac edilib tranzit olaraq. Eyni zamanda ötən ilin dekabr ayından bu il aprelin 15-nə qədər Azərbaycan neft məhsulları 9.733 ton, 337 ton neft məhsulu da Ermənistana ixrac edilib. Ondan sonra isə aprelin 21-də bilirsiniz ki, Azərbaycan Ermənistana 16 vaqon və ya 974 ton səhv etmirəmsə dizel yanacağı göndərdi. Yəni, bunu ona görə deyirəm ki, ticarətin həcmi böyüyür. Əgər ticarətin həcmi böyüyürsə, biz birbaşa kommunikasiyaları və nəqliyyat əlaqələrini bərpa etməliyik. Sərhədlərdə təhlükəsizliyi təmin etməliyik. Sərhədlərin müəyyənləşməsini və açılmasına şərait yaratmalıyıq. Və bu baxımdan həmin səfər mühüm əhəmiyyət daşıyır, orada əldə olunan razılaşmalar mühüm əhəmiyyət daşıyır. Bilirsiniz ki, mən bir faktı məqamı xüsusilə qeyd etmək istəyirəm Sünəli xanım. Bilirsiniz ki, hazırda yüklər Gürcüstandan keçməklə Ermənistana daşınır. Amma həmin yüklərin Qazax-İcevan dəmir yolu və bir də Horadiz, Meğri, Arazdəyən istiqamətində, yəni Zəngəzur dəhlizindən keçməklə o dəmir yolu vasitəsilə, cənubdan dəmir yolu vasitəsilə daşınması mümkündür iki istiqamətdən. Lakin bugün Arazdan yox, Qazax istiqamətində bizim 3 kəndimiz işğal altındadır və bu kəndlərdə dəmir yolu Soflu və Barxudarlı stansiyalarından keçir və həmin kəndlər Soflu və Barxudarlı kəndləri işğal altındadır. Ona görə də bu kəndlərin mütləq
aşğaldan azad olması və Azərbaycana qaytarılması lazımdır ki, dəmir yolu bərpa olunsun və yüklər Gürcüstan ərazisinə keçmədən şimal istiqamətində birbaşa deməli Ermənistana adlasın və oradan daşınsın. Bir məsələni də soruşmaq istəyirdim sizdən. Azərbaycan və Ermənistan rəsmilərinin ümumiyyətlə qarşılıqlı səfərlərinin intensivləşməsi iki ölkə arasında etimadın formalaşmasına necə təsir göstərə bilər? Çünki indi əsas məqamlardan biri də belə deyək ki, etimad mühitinin formalaşmasıdır xalqlar arasında. Bəli, bu indi məsələn xüsusilə seçki dövrü, seçki öncəsi bir dövr olduğu üçün Ermənistanda mühafizəkar qüvvələr, radikal qüvvələr çalışırlar ki, cəmiyyəti başqa istiqamətə yönləndirsinlər. Azərbaycanla, Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində Paşinyan hökumətinin atdığı addımlar, xüsusilə yeni konstitusiyanın qəbulu, müəyyən razılaşmaların, sülhün əldə olması istiqamətində atdığı addımları təhrif etsinlər, nə bilim, onları çalışırlar ki, kölgə salsınlar, onları təslimçilik kimi, xəyanət kimi təqdim etsinlər və ermənilərə gah Qarabağa qaytaracaqlarını vəd edirlər, gah yenidən Böyük Ermənistan xüryasını ortaya atırlar, gah İranda, məsələn, Robert Köçəryan deyir ki, İrandakı müharibə güya artıq TRIP layihəsini gündəmdən çıxarıb, artıq bu əhəmiyyətini itirir. Yəni bu kimi mənasız fikirləri, absurd ideyalar ortaya atmaqla çalışırlar ki, yenidən cəmiyyətin diqqətini başqa istiqamətə yönəltsinlər və seçkiyə bağlı, bütün bunlar isə cəmiyyətə seçkiyə bağlı ictimai rəyə hesablanır və çalışırlar ki, hökumətin irəli qoyduğu, ortaya qoyduğu sülh platformasından diqqəti yayındırsınlar. Lakin Ermənistanın baş naziri bildirir ki, artıq elə bir vəziyyət yaranıb ki, Ermənistanda ya sülh partiyasına səs verməlidir Ermənistan cəmiyyəti, ya müharibə partiyasına. Əgər sülh partiyasına, yəni mövcud kursa, mövcud hakimiyyətə səs verməsəniz, o yenidən Ermənistanın müharibə, münaqişə gözləyir, müxalifət, revanşist müxalifət hakimiyyətə gəlsə, yenidən münaqişə gözləyir və bu halda Ermənistan dövlətçiliyinin və suverenliyinin itirilməsi təhlükəsi ilə üzləşəcək. Ona görə də Ermənistan cəmiyyətinin uzun illər, yəni 30 ildən artıq Ermənistan cəmiyyəti bilirsiniz ki, eyni siyasi təlimatları, yəni qonşu ölkələrə və xalqlara, xüsusilə də Azərbaycana, Türkiyəyə nifrət təbliğatının altında yaşayıb və indi bu təbliğatın aradan qaldırılması üçün Azərbaycan öz əməli addımlarını atır və onlar görürlər ki, həqiqətən də Azərbaycan düşmən deyilmiş, təhlükə deyilmiş. Nə də Azərbaycan xalqı pis niyyətli bir xalq deyil. Onlara qarşı həmişə humanizm münasibət göstərir və bunu da davam etdirir. Eləcə də Azərbaycan cəmiyyətində artıq sülhün vacib olduğu anlaşılır, qəbul edilir və hər iki cəmiyyətin nümayəndələri anlayır ki, onlar qonşudurlar, bu regionda yaşayırlar və bu regionda onların daha da yaxın olması, sülhə nail olması, üçüncü qüvvələrin artıq bu prosesdə müdaxiləsinin qarşısını alacaq və yalnız bu halda sülhə nail olmaq olar və yalnız bu halda dinç yanaşı yaşamaq olar. Aydın oldu Müşfiq müəllim. Çox sağ olun. Təşəkkür edirəm fikirləriniz üçün. Qeyd edim ki, biz Ermənistanla delimitasiya prosesindən eyni zamanda sülh çərçivəsində danışıqlar məsələsindən danışdıq. Təbii ki, bizimlə birbaşa bağlantıda siyasi şərhçi Müşfiq Abdullayev